Hər kəsə salam. Biz bugün sizinlə birlikdə ingilis dili 6-cı sinif səhifə 32 nizahına baxırıq. Burada bizə belə bir cədvəl verilib və cədvəlin içində müxtəlif yeməklərin şəkilləri var və onlar haqqında məlumat var. Gəlin ilk öncə bunu oxuyaq və tərcümə edək. Baxırıq birinci paragrafa. My name is Joe and I am from Recife in Brazil. Mənim adım Joe və mən Braziliyanın Recife şəhərindənəm. Here are some photos of my favorite types of food. Burada mənim sevimli yeməklərimdən bir neçə foto var. I often have this on the weekend. Mən bu həftə sonu bunları tez-tez edirəm. İkinci paragrafa baxırıq indi. My dad makes cheese bread for breakfast. Mənim atam səhər yeməyi üçün pendirli çörək hazırlayır. There is a lot of cheese in it. Onun içində çoxlu pendir var. It's excellent and I eat when it's hot. Bu əladır və mən onu isti-isti yeyirəm. Üçüncü paragrafa baxırıq. I usually buy lunch from a food stand. Mən adətən nahar yeməyini yemək standından alıram. There are a lot of them in my part of town, so it isn't difficult to find delicious food. Deyir ki, mənim şəhərimdə onlardan çoxdur, yəni yemək standlarından çox var. Buna görə də dadlı yemək tapmaq çətin deyil. We often have chicken ximxim. Biz adətən toyuqlu ximxim yeyirik. It is very healthy. O çox sağlamdır. It is chicken with rice and there are a lot of peanuts. Deməli, orada düyü və toyuq var və onun içində çoxlu peanuts yer fıstığı deməkdir. Yer fıstığı var. They are salty but they are great. Onlar duzludur, amma əladır. Dördüncüyə baxırıq indi. I love chocolate balls. Mən şokolad toplarını xoşlayıram. I always buy them after lunch from Tiago's stand. Mən həmişə onları nahardan sonra Tiago'nun standından alıram. They are very sweet. Onlar çox şirindir. I love eating them with my hands, but I can't eat more than 2 or 3. Mən onları əllərimlə yeməyi sevirəm, amma 2-3 dənədən artıq yeyə bilmirəm. They are definitely my favorite dessert. Onlar mütləq mənim sevimli desertimdir. İndi baxırıq burada birinci çalışmanın izahına. Look at the photos. What do you think the food is? Read the description and check. Deməli, bir də bizə deyir ki, şəkillərə baxın, teksti oxuyun, nə düşünürsünüz bunun haqqında. Deməli, burada bir neçə dənə yemək şəkli verilib. Pendirli çörəkdir, ximximdir. Ximximdəki düyü və toyuqla olan bir yeməkdir. İçində yer fıstığı da var. Daha sonra isə şokolad toplarıdır. Biz artıq bunlara baxdıq və bizdə müəyyən qədər bir fikir formalaşdı. İndi isə baxırıq ikinci çalışmanın izahına. Match topics A deal with paragraphs 1-4. Burada bizə müxtəlif bəndlər verilib. A, B, C-dir. A, desert. Desert deməkdir, şirniyyatdır. B də introduction. Introduction giriş hissəsi deməkdir. Yəni, kim olduğun haqqında məlumat verirsən, bir giriş verirsən. C variantında breakfast, səhər yeməyi, D-də isə lunch, nahar, yəni günorta yeməyidir. Gəlin indi baxaq ki, hansı paragrafla uyğunlaşır. Deməli, birinci paragrafda giriş verir, özünü təqdim edir, hardan olduğunu deyir. Ona görə burada uyğun olacaq introduction. Baxırıq ki, introduction B variantıdır. Bura qeyd edirik B. İkinciyə baxırıq. My dad makes cheese bread for breakfast. Burada breakfast sözü var. Səhər yeməyindən söhbət gedir deyə. Buraya yazırıq C variantını. Üçüncüdə nahar yeməyidir. Şəkildən də bəlli olur. Lunch. Lunch D bəndindədir. D-ni qeyd edirik. Sonuncu isə desertli şirniyyatdır. A variantında bura yazdıq. Davam edirik indi. Üçüncü ilə. Find and underline examples of and, but, and, or in Joe's description. Complete the information in the useful language box. Deməli, bizə burada bir qutu verilib. Bu qutunun içinə biz and, but və yaxud da or sözlərini əlavə etməliyik. And və deməkdir. But, amma, ancaq, lakin deməkdir. Or isə və ya, yaxud da mənalarına gəlir. İndi biz baxırıq. We use to add similar information. Biz oxşar bir məlumatı əlavə etmək üçün nədən istifadə edirik? Və sözündən. And qeyd edirik bura. Məsələn, gəlin yuxarıda baxaq nümunələrə. Birinci paragrafa baxırıq. My name is Joe and I am from Recife in Brazil. Nə var burada? And sözü var. Deyir ki, mənim adım Joe'dur və mən Braziliyadanam. Yəni, burada oxşar bir məlumatdır. Hər ikisində də özü haqqında məlumat verir. İndi isə baxırıq digərinə. We used to contrast different information.
Kontrast, yəni əks məna yaradır. Müxtəlif informasiyalar arasında əks məna yaradır. Bu isə olacaq but. Gəlin baxaq. Məsələn, üçüncüdə belə bir sonuncu cümlə var. They are salty. Onlar duzludur, amma onlar əladır. Yəni əks məna var. Duzlu olsa da, amma əladır. But. Üçüncüyə baxıraq. We use when there is a choice, usually between two things. Üçüncüdə isə deyir ki, orada seçim var. 2 və daha artıq seçim var. Bu da olacaq or. Or nə deməkdir? Və ya, yaxud da. Məsələn, bura baxıraq. Sonuncu paragrafda. Qeyd olunub ki, I love eating them with my hands, but I can't eat more than 2 or 3. Deyir ki, amma mən 2 və ya 3-dən artıq. 2 ya da 3. Gördüyünüz kimi burada bir seçim var. Ya 2 ya da 3. Ona görə də biz bura nə əlavə etdik? Or sözünü. İndi isə baxırıq 4, 5 və 6-cı çalışmalara. 4, 5 və 6-cı çalışmalar hamısı eyni yerdə yazılmalıdır. Yəni bu nə deməkdir? Biz bayaq sizlə yuxarıda teksti oxuduq. Orada Cao öz haqqında məlumat verirdi və səhər yeməyi, nahar yeməyi və sevdiyi desert haqqında məlumatlar yazmışdı. Biz də yuxarıdakı tekstə baxaraq o tipdə bir mətin yazmalıyıq. Öz sevdiyimiz, yediyimiz yeməklər haqqında ilk öncə giriş verməliyik, adımızı, hardan olduğumuzu, daha sonra isə məlumatları qeyd etməliyik. İndi mən nümunə üçün sizə birini yazacağım və siz də istəsəz bunu dəyişə bilərsiniz. Bura öz sevdiyiniz yeməkləri də əlavə edə bilərsiniz. İndi gəlin bunu bura qeyd edim. Gəlin baxaq. Belə bir yazı yazmışam bura. My favorite food by Lala. My name is Lala. Mənim adım Lalədir. I am from Azerbaijan. I like many kinds of food, but my favorite ones are sweet and delicious. Mən Azərbaycandanam və mənim sevdiyim bir neçə növ yeməyi var. Amma mənim sevdiklərim şirin və dadlı olanlardır. For breakfast, I eat bread with butter and honey. Səhər yeməyi üçün mən çörəklə yağ və bal yeyirəm. It tastes very good. Onun dadı çox yaxşıdır. And I drink a cup of tea. Və mən bir fincan çay içirəm. It helps me feel happy and ready for the day. Bu mənə xoşbəxt edir və məni günə hazır edir. For lunch, I usually eat meat with vegetables. Nahar üçün mən adətən tərəvəzlə ət yeyirəm. It is healthy and delicious. O sağlam və dadlıdır. The meat is soft and the vegetables are fresh. Ət yumşaqdır, tərəvəzlər isə təzədir. It gives me a lot of energy. O mənə çoxlu enerji verir. For dessert, I love chocolate cake. Mən şokoladlı tortu xoşlayıram. It's sweet and soft. O şirin və yumşaqdır. I eat with coffee or tea. Mən onu kofe və yaxud da çayla yeyirəm. It always make me feel good. O məni həmişə yaxşı hiss etdirir. But I don't eat it every day. Amma hər gün yeməməyə çalışıram. Bu qədər. Mən belə bir məlumat yazdım. Siz istəsəniz bunu dəyişə bilərsiniz. İndi isə 33-cü səhifə ilə davam edirik. Birinci çalışmaya baxırıq. Put the letters in the correct order and make the words then match sentence 1-4 with images A and D. Deməli, bizə burada cümlələr verilir və sözlər var. Amma sözlərdə hərflər səhv yazılıb, yəni yerləri qarışıqdır. Biz qarışıq hərflərdən istifadə edərək sözü tapmalıyıq. Və sözü tapandan sonra aşağıda bizə 4 dənə şəkil verib. Həmin şəkillərlə uyğunlaşdırmalıyıq. Gəlin, indi baxaq birinciyə. I have an idea, let's go to the... Deyir ki, mənim bir ideyam var, biz gedəyik. Gəlin, ilk öncə şəkillərə baxaq görək ki, şəkillərdəki nədir? Çünki şəkillər bizə çox kömək olacaq ki, bu sözləri doğru tapaq. Deməli, birincidə sinema, kinoteatrdır. İkincidə B şəklində stadium, stadion. C-də supermarket. D şəklində isə skate park. Gəlin, indi uyğunlaşdıraq. Deməli, birincidə olacaq sinema. Çünki hərflərlə sinema daha uyğun gəlir. Buraya yazırıq sinema. İkinciyə baxırıq. My parents buy vegetables and fruit at these. Mənim valideynlərim tərəvəzlər və meyvə alır. Hardan alır? Supermarket. Buraya yazırıq supermarket. Üçüncüyə baxırıq.
Do you have a skateboard? There is a nice near here. Skate park. Skateboarddan söhbət gedirsə, hara ola bilər? Skate park. Sonuncuya baxırıq. I often go to the with my parents on Sunday. I love sports. Mən idmanı sevirəm və bazar günləri valideynlərimlə gedirəm. Hara gedə bilər? İdmanı sevirsə, stadiona, stadion. Deməli, sinema E variantını yazırıq. İkincidə supermarket C. Üçüncüdə skate park D. Sonuncuya isə stadion B variantına. Davam edirik indi ikinci çalışma ilə. Name the images with the ingredients. Use the words below. Which one is your favorite? Deməli, bizə burada şəkillər verilir və şəkillərdə yeməklər var. Biz bu yeməklərdə hansı ingrediyentlərin olduğunu tapmalıyıq. Məsələn, birincidə qeyd olunub chicken. Bəli, burada toyuq var. Daha sonra nə verilib burada? Daha sonra burada var düyü, rice. Bura qeyd edirik rice. Devam edirik daha sonra. Məsələn, üstündə var kök, carrot. İkinciyə baxırıq. İkincidə pizzadır. Üzərində pendir var, cheese. Və ananas var. Ananas isə pineapple. Pineapple yazırıq. Üçüncüyə baxırıq. Balıqdır, fish. Fish qeyd edirik. Daha sonra isə beans, lobyalar var. Burada yazırıq beans. Deməli, birincidə oldu chicken, rice, carrot. İkincidə cheese, pineapple. Üçüncüdə isə fish and beans. Üçüncüyə baxırıq indi. Write the word that doesn't belong. Then complete sentence A deal with the words you choose. Deməli, bizə burada cümlələr verilib. Cümlələrdə bəzi sözlərdə boşluqlar var. Cümlələrdə bir söz buraxılıb. Biz həmin sözü tapmalıyıq və həmin sözlər qarşıda bizə 4 dənə punkt var. Bunların birinin içindədir. Məsələn, birinciyə uyğun gəlib A variantı. Do you use your hands or a fork to eat pizza? Burada ki, sən pizza yeyərkən əllərindən istifadə edirsən, yoxsa çəngəldən? Çəngəl fork. Deməli, birdən uyğun gedir A variantı. İndi isə baxırıq B cümləsinə. I need to cut this chicken. Bu toyuğu kəsmək üçün mənim ehtiyacım var. Gəlin baxaq. Fry qızartmaqdır. Chicken toyuqdur, cheese pendirdir. Biz toyuğu bunlardan heç biri ilə kəsə bilmərik. Üçüncüyə baxırıq. Rice, düyü, knife, bıçaq, beans, lobya. Bəli, burada olacaq knife. Çünki biz toyuğu nə ilə kəsə bilərik? Bıçaqla kəsə bilərik. Buradakı boşluğa qeyd etməliyik knife. Baxın, mən kənardan yazıram, siz isə nöqtələrin yerinə qeyd etməlisiniz. Knife sözünü bıçağa. Deməli, üçüncüyə uyğun getdi B variantı. C cümləsinə baxırıq. Why don't I the fish? Deyir ki, mən niyə görə balıq? Nə ola bilər burada? Fry chicken, cheese, add mix carrot. Niyə də mən balığı qızartmıram? Qızartmaq nədir? Fry. Bura qeyd edəcək fry. 2 uyğun gedir C-yə. Sonuncuya baxırıq. I love in salad, don't you? Add mix carrots. Burada ola bilər carrots. Mən salatda kökləri sevirəm. Sən də, sən sevmirsən. Carrots yazırıq bura. Dördüncüyə baxırıq indi. Look at the image and complete the sentence. Use the words, phrases and below. Yəni də biz burada cümlələri tamamlamalıyıq. Cümlələri tamamlayarkən burada verilmiş şəkildən istifadə etməliyik. Baxırıq sözlərə. Behind arxasındadır. The carrots are behind the onions. Burada deyir ki, köklər soğanların arxasındadır. Şəkilə baxırıq ki, bəli. Köklər soğanlardan arxadadır. Digər söz between arasında deməkdir. In front of qarşısında, in içində, next to isə yanındadır. Baxırıq indi ikinci cümləyə. The orange juice is the water. Deyir ki, portağal şirəsi suyun hansı tərəfdədir? Yanındadır, next to. İkinciyə uyğun gələcək next to. Next to yazırıq. Üçüncüyə baxırıq. The onions are the carrots. Soğanlar köklərin arasındadır, qarşısındadır. In front of. In front of yazırıq bura.
Dördüncüyə baxırıq. The rice is the beans and the salt. Deyir ki, düyü, duz və lobiyanın. Baxırıq. Burada beans, lobiyalardır. Burada isə salt duzdur. Düyü isə ortadadır. Nə olacaq yəni? Arasındadır. Between. Baxın, bu sözü yazdıq. Beşinciyə baxırıq. The carrots and onions are. Deməli, burada deyir ki, köklər və soğanlar qutunun içində olacaq. In. Burada qeyd etdiyi in sözünü. İndi isə 34-cü səhifə ilə davam edirik. Baxırıq 5-ci çalışmanın izahına. Complete the sentence with there is, there are in the correct affirmative, negative or questions forms. Bizə burada cümlələr verilir və biz bu cümlələri there is, there are tamamlamalıyıq. Biz there is, there are sualda, inkarda və təsdiq cümləsində istifadə etməliyik. Gəlin ilk öncə yadımıza salaq ki, there is, there are nədir? There is, there are vardır deməkdir. Təkdirsə there is-dən istifadə olur. Əgər özündən sonra cəm isim gəlibsə there are-dan istifadə olunur. Deməli, tək isimlə there is-dir, cəm isimlə isə there are olmalıdır. İndi baxırıq birinciyə. Birincidə sual cümləsidir. Sual cümləsində is, are, Z-dən qabağa keçməlidir. Baxırıq. Close shops in this neighborhood. Burada söhbət gedir close shops. Baxırıq, sonunda s var, yəni cəmdir. Paltar mağazaları, geyim mağazaları. Nə ola bilər buradan? There are olmalıdır cəm olduğu üçün. Amma sual cümləsidir deyə are keçməli cümlənin əvvəlinə. Yəni biz əvvəldə belə yazmalıyıq. Are deyə. Baxın, mən kənardan yazıram, amma siz bu are deyəni nöqtələrin qarşısına. Baxın burada. Nöqtələrin yerinə qeyd etməlisiniz. Are deyə close shop in this neighborhood. Bu məhəllədə paltar mağazaları var. İkinciyə baxırıq indi. Nice parks near my house. Burada isə inkarda verməliyik. Deyir ki, mənim evimin yanında gözəl parklar yoxdur. Parks. Baxın, cəmdədir. Yəni, zəran olmalıdır. İnkarda deyə zəran not. Biz artıq bilirik ki, inkarda is və ardan sonra nə gəlməlidir? Not gəlməlidir. Üçüncüyə baxırıq. Chicken for lunch today. Təsdiqdə verməliyik bu cümləni. Chicken təkdədir, toyuq deməkdir. Yəni ki, bu gün nahar üçün toyuq var. There is. Sonuncuya baxırıq indi. Cinema in this town sual verir ki, bu şəhərdə kinoteatr var. Cinema təkdədir deyə və sual cümləsi deyə is keçməlidir əvvələ. Is deyə. Altıncıya baxırıq indi. Look at some of Lee's eating habits. Then complete the sentence with the words below. Bizə aşağıda belə bir cədvəl verilib. Burada yemək adları verilib. Have beans for lunch. Nahara lobya var. Have rice with eggs. Yumurta və düyü var. Eat fish with carrots. Balıq və köklərlə yemək. Add salt to food. Yeməyə duz əlavə etmək. Müxtəlif yemək vərdişləridir. Və burada həftənin günləri qeyd olunub. Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday and Sunday. Və yuxarıda belə bir sözlər var. Always həmişə deməkdir. Often tez-tez, sometimes bəzən, never isə heç vaxt. İndi biz baxırıq cədvələ. Əgər həftənin bütün günləri işarələnibsə, deməli bu nə ola bilər? Always, həmişə. Yəni hər zaman, bu hər gün belədir. Have beans for lunch. Nahar üçün lobya var. Deməli həftənin 7 günündə nahar üçün lobya var, həmişə. Daha sonra often tez-tezdirsə, baxırıq. İkinci sırada məsələn tez-tezdir artıq. Həftənin 5 günüdür. Üçüncü sırada sometimes, bəzən, arada 2 günüdür. Dördüncüdə isə heç bir işarə yoxdur, yəni never, heç vaxt deməkdir. İndi isə aşağıda bizə 4 dənə cümlə verilib. Biz yuxarıda verilmiş cədvəldən istifadə edərək bu cümlələri tamamlamalıyıq. Always, often, sometimes və never sözləri ilə. Baxırıq birinci cümləyə. Liz eats fish with carrots. Liz balıqla kök yeyir. Baxırıq. 2 günü yeyir sadəcə olaraq. Yəni bu nədir? Bəzən yeyir. Sometimes. Burada biz boşluğun yerinə nə yazmalıyıq? Sometimes. Sometimes sözünü yazırıq. Baxın, sometimes sözünün üstündən xətt çəkdik. İkinciyə baxırıq. She adds salt to her food. O yeməyinə duz əlavə edir. Baxırıq ki, xeyr, burada heç bir işarə yoxdur. Yəni heç vaxt əlavə etmir. Never. Never yazırıq ikinciyə. Üçüncüyə baxırıq. She has beans for lunch. Nahar üçün lobya var. Baxırıq ki, yəni o hər gün naharda lobya yeyir.
Bəli, həftənin hər günüdür, yəni həmişə. Always. Always yazırıq bura. Sonuncuya baxırıq. She has rice with eggs. O, düyü və yumurta yeyir. Baxırıq ki, tez-tezdir. Çünki həftənin 5 günüdür. Often. Burada qeyd etdik often sözünü. İndi baxırıq 7-ci çalışmanın izahına. Match the questions 1-4 with the answers A and D. Bizə burada 4 dənə sual verilir və biz bu sualların cavablarını tapmalıyıq. Baxırıq birinci suala. Can I open the window? Can nə deməkdir bu arada? Can bilmək, bacarmaq mənasına gəlir. Deyir ki, mən pəncərəni aça bilərəm. İndi gəlin cavablara baxaq. A variantına baxaraq, no, stay at home and do your homework. Xeyr, evdə qal və ev tapşırıqlarını et. Bunun pəncərə açmağın heç bir aidiyyəti yoxdur. B-yə baxaraq, no, it is cold in here. Xeyr, bura soyuqdur. Bəli, bu uyğun gedə bilər. Deyir ki, pəncərəni aça bilərəm. Qarşı tərəf isə deyir ki, xeyr, çünki otaq soyuqdur. Burada soyuqdur. B-ni yazıraq. İkinciyə baxaraq, can I have lunch at school? Sən məktəbdə nahar edə bilirsən? Baxırıq indi, yes, but don't eat fast food. Bəli, amma fast food yeyə bilmirəm. Bəli, bu yeməklə bağlı deyə biz bura yazırıq C variantını. İkinin cavabı C-dir. Üçüncüyə baxırıq, can I have a soft drink? Soft drink. Deməli, soft drink qazsız içkilər deməkdir ki, sən qazsız içkilər içə bilirsən. Yes, they are in the fridge, but just one. Daha doğrusu soft drink qazlı, sodalı içkilərdir. Deyir ki, bəli, soyuducudadırlar onlar, amma sadəcə birini içə bilirəm. Buna görə D variantını yazırıq. Dördüncüyə baxırıq, can I go to the park with my friends? Mən dostlarımla parka gedə bilərəm. Burada uyğun gəlir A variantı. No, stay at home and do your homework. Xeyr, evdə qal və ev tapşırıqlarını et. Sonuncuya baxırıq indi. Write the correct options in your notebook. Doğru cavabları dəftərimizə yazmalıyıq. Deməli, bizə burada cümlələr verilir və bu cümlələrin bəzilərində 2 dənə söz seçil kimi verilir. Biz doğru sözü seçməliyik. Baxırıq. Deməli, burada qeyd olunub. Gəlin Elxana baxaq. I don't know, there is a woman over there. I can ask she, her. Deməli, mən ondan soruşa bilərəm. Bunlar şəxs əvəzlikləridir. Yadda qalsın, əgər feildən sonra gəlirsə, bu obyekt haldır. Feildən əvvəl gələn isə şəxs əvəzliyinin adlıq halındadır. Adlıq hallar hansıları idi? I, you, he, she, it. Baxın, bunlar adlıq haldır. Deməli, burada feildən sonra gəlib deyəndə biz burada she istifadə edə bilməliyik. Nə istifadə etməliyik? Höydən istifadə etməliyik. İkinciyə baxırıq. Can you help? Aha, yenə də burada feildən sonra gəlib deyə. Obyekt halı. Aslı seçirik. Digərinə baxırıq. Yes, I can see it him. Bəli, mən onu görə bilirəm. Aha, deməli, burada hər ikisi uyğun gedə bilər. Deməli, biz bu cavabı tapmaq üçün öncəki cümləyə baxmalıyıq ki, burada cansız bir əşyadan söhbət gedir, yoxsa ki, insandan söhbət gedir. Əvvəlki cümləyə baxırıq. Can you see the shopping center over there? Sən burada alışveriş mərkəzi görə bilərsən. Deməli, burada söhbət nədən gedir? Alışveriş mərkəzindən. Alışveriş mərkəzində insan deyil, cansız deyil. Biz burada iti seçirik. Dördüncüyə baxırıq. There are two restaurants in the shopping center, a Japanese one and an Italian one. They are very good. Burada olacaq they. Baxırıq, cümlənin əvvəlində gəlirsə, özündən sonra feil gəlibsə, deməli, burada nə olmalıdır? Adlıq halda olan şəxs əvəzliyi. Z-dən istifadə etməliyik. Sonuncuya baxırıq. That's great. Əladır. We love Japanese food. Burada olacaq we. Yenə də dediyim kimi, özündən sonra feil gəlirsə, orada olmalıdır adlıq hal, yəni we.